Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem ve ala alihi tayyibine tahirinel masumin. قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم يا أيها الذين آمنوا اتقوا الله وكونوا مع الصادقين صدق الله العلي العظيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Allah'a sonsuzlarla hamd olsun. Bugün çox əzəmətli bir günü, çox şərafətli bir günü, çox kəramətli bir günü bizə, biz əhl-i beyt sevərlərə nəsib elədi. Nəsib elədi ki, bugün Mövla Əli ağamız, Mövlamız, gözümüzün nuru İmam Əliyə, onun doğum gününə sevinirik, bayram keçirdirik. Allah bütün əhl-i beyt sevərlərə bu günü, bu bayramı mübarək eləsin. Allah bizi dünya və axirət Həzrət Əlidən ayrı salmasın. Olduqca çox ehtiramlı, hörmətli bir gündür. Bugün elə bir şəxsiyyət dünyaya göz açır ki, onun varlığı, onun dünyaya göz açması insanlıq üçün hidayət mənbəyinə çevriləcək. İnsanların hidayətinə, insanların xoşbəxtçiliyinə o Həzrətin varlığı kömək eləyəcək. Allah elə bir şəxsi dünyaya göz açdırır ki, elə bir şəxs dünyaya göz açır ki, bu şəxsin varlığı insanlıq üçün çox zəruri olacaq. İnsanlar haqq və batilin meyyarın məhz Həzrət Əlinin vasitəsi ilə müəyyən eləyəcək. Haqq Əli ilə tanınılacaq. Haqqa məhəbbət Əlinin varlığı ilə olacaq. Haqq Əlinin vasitəsi ilə seviləcək. İnsanlar haqqa Əlinin vasitəsi ilə yönələcək. Ona görə belə desək daha məqsədə uyğun olar ki, bugün ariflərin imamı, sülük edənlərin qütbü, övliyaların rəhbəri, imamı, Rəsulullahın ruhuna, Yaqubun gözünün nuru Yusifə, müttəqilərin imamı Əmir-əl-Müminin Əli ibn Əbi Talibin doğum günüdür. Bütün peyğəmbərlərin xislətini özündə cəm edən belə bir imam dünyaya göz açır. Belə bir imam dünyaya gəlir ki, o Allahı insanlara sevdirəcək. O Allahı insanlara tanıtdıracaq. O elə bir şəxsiyyətdir ki, fəzilət dəryasıdır. Elə bir şəxsiyyətdir ki, hər bir özünü tanıyan, özünə dəyər verən, özündə mənəvi istedadları bürüzə verən şəxs o fəzilət dəryasına baş vurmalıdır. Onunla həm yoldaş olmalıdır, onunla həm söhbət olmalıdır. Onun ucalığı o qədər Allah yanında alidir ki, onu ölçmək, onu vəsf eləmək mümkün deyil. Onun kəraməti, onun fəziləti əlçatılmazdır. O elə bir şəxsiyyətdir ki, fəzilətlərin mövqeyi və yaxşılıqların qaynağıdır. Bütün fəzilətlər, bütün dəyərlər Həzrət Əlinin
məhəbbəti ilə, itaəti ilə müəyyən olur. Meyyar odur. Bütün səadət və fəzilətlər mənbəyidir Həzrəti Əmirəl-Möminin. O vilayətin əmiridir. Vilayət nurunun əmiridir. O ucalıq günəşi və parlaq nurdur. Hər kimin həyatına o nurdan saçsa, o məhəbbətdən düşsə, onun qəlbi olacaq Allah hərəmi. Çünki o elə bir övliyadır, elə bir arifdir, elə bir Allaha kamil, məhz, mütləq bir əbd, bəndədir ki, onun varlığı, onun şəxsiyyəti, onun ibadəti, onun bəndəçiliyi insanda Allaha nisbət bir eşq yaradır, bir hərarət yaradır. O elə bir şəxsiyyətdir ki, onu peyğəmbərlərdən başqa heç kəs tanımayıb, heç kəs. İlahi övliyalardan başqa heç kəs onu tanımayıb layiqincə. Və hər kim Həzrəti Əliyə mərifəti olsa, onun üçün Allaha bəndəçilik, Allahı sevmək insanın ruhunda nəşət tapacaq. Çünki o Əli bir ömür yaşayıb, o ömrü insanlara Allahı tanıtmaq olub. Öz əməl və rəftarı ilə, öz həyat tərzi ilə, insanlara öz səxavəti ilə, öz şücaəti ilə, öz elmi ilə, bütün fəzilətləri ilə insanlara Allahı tanıdıb, Allahı sevdirib. Ona görə biz deyirik ki, Həzrəti Əlini tanımaq, ona məhəbbət bəsləmək, ona mərifətli olmaq bütün xoşbəxtçiliklərin, bütün səadətin, ləzzətin mənbəyidir. O elə bir şəxsiyyətdir ki, canı və varlığı Peyğəmbərlə birdir. Allahu Ekber. Peyğəmbərin canıdır, varlığıdır. Quran-ı Kərim özü bunu vəsf eləyir. Əgər Quran-ı Kərimə qərəzsiz olaraq diqqət eləsəz, bütün ayələrdə, yəni o ayələr ki, insanlara xeyirdən, səadətdən, ləzzətdən, bütün gözəl işlərdən danışır, onların hər biri Həzrət Əlinin vilayətinə işarədir, onun məhəbbətinə işarədir, onun sevgisini işarədir. Baxın, Allah Teala Quran-ı Kərimdə Ali-İmran surəsində 61-ci ayədə buyurur ki, فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُوا أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَةَ اللّٰهِ عَلَى الْكَاذِبِينَ. O ki dedim, Həzrəti Əmirəl-Möminin Peyğəmbərin canıdır, varlığıdır. Bunu Ali-İmran surəsinin 61-ci ayəsi isbat eləyir. Ayədə buyurur ki, buna görə də sənə elm gəldikdən sonra onun barəsində, İsa Məsih haqqında, səninlə mübahisə edən kəslərə de, onlara de, فَقُلْ تَعَالَوْا نَدْعُوا أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ. Siz də gəlin, biz oğullarımızı, siz oğullarınızı gətirin. Bunu təzdən deyərəm də Süleyman, öz istəyirəm. Ayə deyir ki, فَقُلْ تَعَالَوْا نَدْعُوا أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ. Gəlin, biz oğullarımızı, siz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü gətirin, çağıraq. Sonra neyniyək? ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَةَ اللّٰهِ عَلَى الْكَاذِبِينَ. Sonra bir-birimizə nifrin edək, qarğış edək. Beləliklə Allahın lənəti yalançılara yağdıraq. Peyğəmbər o yahudilərlə mübahisə elədiyi gün, öz peyğəmbərliyini isbat eləyəcəyi gün artıq olar ki,
inkar eləyirdilər, qəbul eləmirdilər haqqı. Peyğəmbər qadınlarınızı dedikdə öz balası Həzrəti Fatiməni gətirir. Oğulları dedikdə Həsən Hüseyni gətirir. Və özünüzdən olanı dedikdə Peyğəmbər Əli əleyhissalamı gətirir. Və ənfusənə və ənfusəkum. Siz də özünüzdən olanı gətirin. Peyğəmbər özündən olan, canı olan, varlığı olan Həzrət Əlini gətirir. Və o həmən yəhudilər əl götürürlər. Deyirlər, əgər bu 5 ali əba əlin göyə qaldırsa, nifrin eləsə bizim kökümüz kəsilər. Və imtina eləyirlər, qayıdırlar geri. Və bu ayə açıq-aşkar göstərir ki, Peyğəmbər nə qədər Əhl-i Beytə məhəbbəti var idi və Əhl-i Beytdən olan Həzrət Əmir əl-Muminini öz canı bilirdi. Ona görə Həzrət Əliyə buyurdu, binəfsə ənd, canım sənə qurban. Əli əleyhissalam Peyğəmbərin canı idi, Peyğəmbərin nəfəsi idi, Peyğəmbərin varlığı idi. Peyğəmbər, ta Peyğəmbər seçilən gündən və Allaha ibadət edən gündən Əli əleyhissalam onun ağuşunda, onun əllərində böyüdü. Uşaqlığından Həzrət Əli əleyhissalam Peyğəmbərin təlim-tərbiyəsini aldı. Peyğəmbər Həra mağarasına ibadətə gedəndə Həzrət Əlini özü ilə aparardı. Peyğəmbər deyərdi ki, ya Əli, sən də mənim gördüyümü görürsən, sən də mənim eşitdiyimi eşidirsən. Peyğəmbərə ilk iman gətirən şəxs Həzrət Əli əleyhissalam olub. Vələdül Kəbədir Həzrət Əli. Kəbənin övladıdır, Kəbədə dünyaya göz açıb. Əli əleyhissalamın Qur'an büsbütün fəzilətlərindən car çəkir danışır. Onun fəzilətlərini, onun Allah yanında olan məqam və rütbəsindən danışır. İlahi Peyğəmbər bir ömür yaşadı bizə Əli əleyhissalamı sevməyi, ona məhəbbət bəsləməyi, onun vilayətində olmağı, onun imamətində olmağı bizə tövsiyə elədi. İlahi işi bu oldu və Qədirxum günündə də Peyğəmbərin son ömrünün axır anında da Allah Peyğəmbərə ayə göndərir. Bəlliğ mə unzilə iləyink. Sən bizdən sənə nazil olanı çatdır. Əgər bu işi görməsən, risalətin hədər olar. Risalətini yerinə yetirməmiş olarsan. Bütün bu zəhmətlərin, əziyyətlərin hədər olar. Və Peyğəmbər Qədirxum günündə bu Qədirxum hədisini, bu Səqələyn hədisini bütün məzhəblər, bütün firqələr hamısı yekdilliklə bunu nəql eləyirlər. Çox mötəbər bir hədisdir. Və Əli əleyhissalamı Peyğəmbər Qədirxum günü özündən sonra möminlərin imamı, rəhbəri qərar verir. Mən kuntum mövla və hava Əliyyum mövla. Mən kimin ağası mövlasıyamsa Əli onun ağası mövlasıdır, imamıdır. Yəni məndən sonra bütün dinin işi Əliyə həvalə olunur, Əliyə çatdırılır. Əli sizin imamınız, rəhbəriniz olacaq. O sizə dini anladacaq, dini başa salacaq. Peyğəmbər Əli əleyhissalamı elə hey bizə tanıtdırdı. Haqq Əli ilədir, Əli haqladır. Əlini sevən Allahı sevər, Allahı sevən məni sevər. Əliyə kini, küdurəti olan, onunla düşmənçilik eləyən mənlə, Allahla düşmənçilik eləyir. Peyğəmbər özü dəfələrlə bunları buyurdu. Mən sizin aranızda 2 ağır əmanət qoyuram. Kitab-Allahı və itrəti, Allahın kitabı və mənim əhl-i beytim, mənim ev əhlim. Peyğəmbərin ən ağır, ən çətin günlərində Əli əleyhissalam Peyğəmbərin gücü,
Peyğəmbərin sığınacağı oldu. Döyüşlərdə, bütün o ağır hadisələrdə Peyğəmbər elə Əlini vəsf eləyirdi ki, buyururdu ki, Əlican, o ki, Əmr ibn Əbdəvətlə Əli əleyhissalam döyüşə çıxırdı, Əmr ibn Əbdəvət qışqırırdı, fəryad eləyirdi. Yoxmu bir kişi içinizdə çıxsın, mənlə döyüşsün? Fəryad eləyirdi. Çox güclü, pəhləvan biri idi. Ərəblərin arasında məşhur bir cəngavər idi, qılınc vuran idi, qudrətli biri idi. Peyğəmbər dedi ki, kim ona cavab verər? Heç kəs çıxmadı. Peyğəmbər 3 dəfə bunu dedi, 3-ündə də Həzrət Əli əleyhissalam qabağa çıxdı. Dedi, ya Rəsulallah, canım sənə qurban, mən onunla döyüşərəm. Mən onun cavabını verərəm. Əli əleyhissalam meydana çıxanda Əmr ibn Əbdəvət deyir ki, içinizdə bir kişi olmadı, bu uşağı göndərmişsiniz mənim üstümə. Əli əleyhissalam ondan döyüşdü. O Xeybər qapısının fatihi. Peyğəmbər Əli əleyhissalamı göndərəndə dedi ki, Əlican, küfrlə haqq qarşı-qarşıyadır. Sənin onu məğlub etməyin, onu cəhənnəmə vasil eləməyin haqqın izzətli olmağına, haqqın qalib olmağına səbəb olacaq. Peyğəmbər qılıncını verdi Əli əleyhissalama, əmmaməsini qoydu başına, zirehini bağladı, Əli əleyhissalamı göndərdi. Əli əleyhissalam döyüşdü və o məlunu yıxdı. O məlunu yıxdı. Hətta o döyüşdə Əli əleyhissalamın başı zərbətlənir. Amma Əli əleyhissalam onu yıxır, başını vurmur, gözləyir. Bütün batil və haqq cəbhəsi hamısının gözü o döyüşdədir. Baxırlar Əli əleyhissalama. Əli əleyhissalam başını sallaşağı biraz səbr eləyir bir neçə dəqiqə. Ondan sonra Əmr ibn Əbdəvədin başını vurur. Döyüşdən sonra Həzrət Əli əleyhissalam buyurur ki, Əlican, sənin bu vurduğun zərbə ta qiyamətə qədər insanların və cinlərin, ins və cinsin ibadətindən əfsəldir. Çünki sənin bu vurduğun zərbə Allahın dinini, Peyğəmbərin gətirdiyi dini izzətli elədi. Haqqı qalib elədi. Ondan sonra Əli əleyhissalamla əyləşdi Peyğəmbər. Peyğəmbər əleyhissalama sual elədi, Əlican, niyə gözlədin, niyə səbr elədin? Niyə o qılıncı gec vurdun? Dedi, ya Rəsulallah, Əmr ibn Əbdəvət ağız suyunu üzümə atdı. Mən çox qəzəbləndim. O an əgər qılıncı vursaydım onun başına, Allah olmayacaqdı. Lillah olmayacaqdı, Allah üçün olmayacaqdı. İllallah olacaqdı. Allahdan başqası üçün olaydı. Qəzəbimə görə olacaqdı. Ona görə səbr elədim, İxlasla Allaha xatir onun boynunu vurdum, Allaha xatir. Bəli, Həzrəti Əlinin bütün ömrü, həyatı Allah üçün olub. O Əli Allah üçün yaşayıb. O Əli Allah üçün yaşadığına görə, Allah üçün bütün ömrünü fəda etdiyinə görə Peyğəmbər onu, Allah onu çox tapşırır. Ya eyyuhəllədinə əmənu. Əminu, ey iman gətirənlər, iman gətirin. Yəni, iman gətirin, dinin əsli hədəfi budur ki, ilahi övliyanı, Peyğəmbərin tapşırdığını sevəsən. Ətiullah və ətiur rəsul və ulul əmri minkum. İtaət edin Allaha, Peyğəmbərə və əmr sahiblərinə ki, əmr sahibləri Əhl-i Beyt əleyhissalamdır. Əgər biz Əhl-i Beyti sevməsək, onlara itaət eləməsək, bəndəçilikdən çox az fayda aparacağıq. Demirəm, fayda aparmayacağıq, amma çox az fayda aparacağıq. Və qiyamət günündə də belə bir qəm-qüssə içində olacağıq ki, ya ləytəni kuntu turabi, kaş torpaq olaydım, insan olmazdım. Yəni, bu Mövla, bu Əli, bu Əhl-i Beyt məhəbbəti, itaəti məni hara çatdıra bilərdi, amma mən onların məhəbbətindən, itaətindən
qəflət elədim. Bəli, Əmir-əl-Müminin Əli əleyhissalam elə bir şəxsiyyətdir ki, Peyğəmbərin əmisi Abbas deyir. Deyir, mən bir gün Peyğəmbərin yanında oturmuşdum. Peyğəmbərlə bir yerdəydim. Deyir, bu zaman Əli ibn Əbi Talib gəldi. Əli gəldi, içəri daxil oldu. Deyir, Peyğəmbərin çöhrəsi, üzünün qiyafəsi dəyişdi. Peyğəmbər təbəssüm elədi, gülümsədi, çox xoşhal oldu, sevincli oldu. Üzü nurlandı. Abbas deyir, ərz etdim ki, Ətəhibbu hada ya Rəsulallah. Ya Rəsulallah, siz Əlini bu qədər çox sevirsiniz. Yəni, onu görəcək üzünüzdəki qiyafə, o çöhrəniz dəyişdi, nuraniyyətə çevrildi, üzünüzdə təbəssüm yarandı. Deyir, Peyğəmbər buyurdu ki, Ya əmmə Rəsulillah, ey Peyğəmbərin əmisi, Vallahi Allahu əşəddu hubbən ləhu minni. And olsun Allaha ki, Allah hamıdan daha çox Əlini sevir. Allah hamıdan daha çox Əlini sevir. Mən necə Əlini sevməyə bilərəm? Bir halda ki, Əlinin sevgisi Allahın sevgisinin mücəssiməsidir. Allah Əliyə aşiqdir, Allah Əlini sevir. Allah Əlinin bəndəçiliyinə, Allah Əlinin Allaha olan eşqinə qibt eləyir. Həzrət sonra buyurdu ki, Allah onu bütün insanlardan daha çox sevir. İnnallaha cəalə zurriyyətə kulli nəbiyyin fi sulbihi. Sonra Həzrət belə bir hədis buyurdu. Baxın, çox dəhşətdir. Həzrət buyurdu ki, həqiqətən Allah hər bir peyğəmbəri öz zürriyyəsi ilə, onun nəsli ilə qərar verib, davam etdirib. Onun öz zürriyyəsi ilə. İbrahim və İsmailin nəsli, İshak və Yaqubun nəsli, Yusufun nəsli, bunu silərsizdən. O İbrahim və İsmailin nəsli, onu dedim. Və ondan sonra Həzrət buyurdu ki, baxın, وَجَعَلَ زُرِّيَّةِ فِي صُلْبِ هَذَا. Allah da mənim zürriyyəmin, nəslimin davamını bax bu Əlinin vasitəsilə davam etdirəcək. Əlinin vasitəsilə mənim zürriyyəm, nəslim davam eləyəcək. Allah Teala onları xüsusi seçmişdi. Onları xalqa rəhbər etmiş və öz itaətinin daşıyıcısı qərar vermişdi. Əgər bir ümmət Əlini sevsə, o ümmət izzətli ümmət olacaq. O ümmət, o xalq dəyərli xalq olacaq. Allaha həmd olsun ki, bizim Azərbaycan xalqı bir mənada Əhl-i Beyt bu xalqın kimliyinə çevrilib. Bu xalq üçün Əhl-i Beyt dəyərdir. Bu xalq Əhl-i Beytə o qədər vəfalı xalqdır ki, hətta əsrlər boyu bu xalq öz əziz balasından keçib. Öz əzizindən keçib bu Əhl-i Beytin anım günlərində, sevincli günlərində, o qadağalar olan günlərdə Əhl-i Beyti yad eləyiblər, gizlin-gizlin onlara ağlayıb, əzadarlıq eləyiblər. Hətta bunu yazırlar, qeyd eləyirlər ki, öz əziz balasını uzandırıb, sanki ölübmüş kimi evdə matəm keçirdib, ağlayıblar. Hər yola əl atıblar ki, Əhl-i Beyt unudulmasın. Düzdür, Əhl-i Beyt əleyhissalam Allahın nurudur. Bu nuru ağız havası ilə üfürüb söndürmək olmaz. Allah öz nurunu tamamlayacaq. Necə ki, 1400 ildir Peyğəmbər və onun Əhl-i Beyti sevilir və seviləcək. Və bunun biz bariz nümunəsini 1-ci Qarabağ müharibəsində, 2-ci Qarabağ müharibəsində əziz şəhidlərimizin, xalqımızın Əhl-i Beytə olan sevgisini, şiddətini, o hərarətini gördük.
ya Allah, ya Muhammed, ya Əli deyərək, ya Hüseyn deyərək necə o dəyərlərə tapındılar, necə mübarizə apardılar. Bəli, bu kimliyi əldən almaq mümkün deyil. Çünki bu qəlb ülvi şeylərə məhəbbət bəsləyir. Bu qəlb Əhl-i Beytlə məşhurdur. Peyğəmbər bizə Əhl-i Beyti çox tapşırır. Allah bizə Əhl-i Beyti çox tapşırır. Sevin, itaət eləyin. Niyə? Çünki bu sevgidə, bu itaətdə insanın aqibətinin xeyirli olması var. Sonunun xeyirlə xətm olması var. Bu sevgi sənin aqibətini xeyirli eləyə bilər. Həzrəti Cəbrail əleyhissalam Peyğəmbərə buyurdu ki, ya Muhammed, vəlləzi bə'asəkə bil-haqqi nəbiyyən innə əhləs səmavati la əşəddu mərifətən ləhu min əhlil ərz. Göydəkilər yerdəkilərdən daha yaxşı əlini tanıyır, ya Rəsulallah, ey Allahın Rəsul. Amma yer əhlində də elə şəxslər oldu ki, onlar əlinin addımının üstünə addım atdılar. Onların nəfəsi əli oldu, onların həyatı əli oldu. Salman, Qumeyl, Əmmar. Bəzi məruf səhabələr oldu ki, onların bütün varlığı əli oldu. Meysəmi Təmmar, o xurma satan kişi necə sevirdi əlini? Əli əleyhissalama o qədər məhrəm idi ki, o xurma satan kişi, qoca kişi. Əli əleyhissalam ona necə öləcəyini demişdi, necə şəhadətə çatacağını demişdi. Demişdi, Meysəmi Təmmar, səni Küfədə filan yerdə xurma ağacından asacaqlar və dilini arxadan çıxardacaqlar. O qədər sevinirdi. Meysəmi Təmmar gedərdi, o həmən yerdə o xurma ağacına su tökərdi. Deyərdi, ağam Əli mənə bəşarət veribdi. Ağam Əli deyibdi ki, səni bu yerdə dardan asacaqlar, dilini arxadan çıxardacaqlar. Bunu tutdular, işgəncə verdilər, döydülər. O dedi ki, ağam Əli mənə deyibdi, mən filan yerdə, filan ağacdan dara çəkiləcəm və dilimi arxadan çıxardı. Düşmən dedi ki, sənin ağan Əlinin bu sözünü yalan çıxardacaq. Gətirirlər ağaca, asırlar. Bu Meysəmi Təmmar qışqırır, fəryad edir, yaxınlaşın sizə Əlinin fəzilətindən danışım. Car çəkir orada Əli əleyhissalamın fəzilətindən danışır. Onun Allah olan bəndəçiliyindən, onun Allah yanında olan məqamından. O qədər danışır, əsəbləşirlər, deyirlər, onun dilini arxadan çəkin çıxarın. Dilini arxadan çəkib çıxardırlar. Və o vəziyyətdə də şəhid olur. O vəziyyətdə də şəhid olur. Bəli, Əli əleyhissalamın o qədər fəzilətini gizlətdilər. O qədər onun haqqında söylənilən hədisləri yandırdılar. Tarix boyu Əli əleyhissalama Peyğəmbərdən sonra lənət oxudular. Bugün də bəzi məlunlar onu məsxərə edir, ona dil uzadır. Amma tarix boyu elə Əli əleyhissalamın fəzilətindən danışdılar. Düşmən də, dost da. Onun fəzilətini gizlətmək olmadı. Bəli. İndi belə bir şəxsiyyəti, belə bir ali varlığı, bir halda ki, göydəkilər yerdəkilərdən daha yaxşı tanıyır. Peyğəmbər özü buyurur ki, ya Əli, mən və Allahdan başqa səni heç kəs tanımadı. Belə bir şəxsi necə vəsf etmək olar? Elə bir şəxsdir ki, Peyğəmbər özü Əlinin haqqında buyurur ki, Əlican, sən Allah yanında ən sevimlisən, ən əzizsən. Ya Əli,
sən elə bir məqam sahibisən ki, rəvayətdə gəlib ki, cənnətdə behiştin qapısının bir dənə o halqasına ya Əli yazılar. Yəni o ki, döyərlər, deyir, onun üstünə ya Əli yazılıb. Yəni behişdə daxil olmağın ünvanı Əliyə olan məhəbbətdir. O behiş qapısını döyüb içəri daxil olmağın yolu Əlidən keçir. Əlinin məhəbbətindən keçir. Həzrəti Əlinin vilayətində olmalısan, onun məhəbbətində olmalısan. La ilahə illallah hisni fəmən dəxələ hisni əminə min əzabi. Məruf hədisdir, əhl-i sünnət və digər məzhəblər bunu nəql edir. Nişaburda Həzrət İmam Rıza əleyhissalamı qarşısını kəsirlər, deyirlər, ağacan, bir hədis nəql elə. Peyğəmbər övladı İmam Rıza buyurdu ki, La ilahə illallah hisni fəmən dəxələ hisni əminə min əzabi. Kim la ilahə illallah desə, ilahi əzabdan amanda olar. O qalıya daxil olar ki, ilahi əmandan, əzabdan amanda qalar. Çox sevindilər. Amma İmam Rıza əleyhissalam buyurdu ki, onun şərti, şurutu var. Onun şərti biz əhl-i beytik. O qalaya daxil olmaq, əzabdan amanda qalmağın şərti biz əhl-i beytik. Gərək bizi sevəsiz, bizə itaət eləyəsiz. Ona görə əziz Peyğəmbərimiz buyurur ki, nicat gəmisinə minmək, möhkəm kəndirdən və Allahın qırılmaz ipindən yapışmaq istəyən kəs məndən sonra Əlini sevsin. Allahu Əkbər. Əgər sən nicat tapmaq istəyirsənsə, Allahın möhkəm ipindən yapışmaq istəyirsən ki, Allah buyurur ki, Allahın ipindən yapışın, lə təfərrəqu, dağılmayın, parçalanmayın. O Allahın möhkəm ipi, Peyğəmbər buyurur, biz əhl-i beytik. Və Allahın qırılmaz ipindən yapışmaq istəyən kəs gərək Həzrəti Əlini və onun övladlarını sevsin və onlara itaət eləsin. Peyğəmbər özü buyurur ki, məndən sonra əgər yolunuzu azmaq istəmirsinizsə, nicat yolunda, səadət yolunda olmaq istəyirsinizsə, o möhkəm ipdən yapışmaq istəyirsinizsə, Əlini sevməlisiniz. Düşməni ilə düşmən olsun. Kim Əliyə düşməndirsə, onun düşməni ilə düşmən olasan. Və nəslindən olan hidayətçi imamları rəhbər bilsin, onun övladlarını sevsin, onları rəhbər bilsin. Məndən sonra onlar canişinlərim, vəsilərim, Allahın məxluqatı üzərində dəlilləri, ümmətin sərvərləri, pəhrizkarları və cənnətə aparanlardır. Və cənnətə aparanlardır. Mənim ümmətimin ən abidləri, ən pəhrizkarları, ən müttəqiləri bulardır. Cənnətə aparanlardır bunlar. Onların ordusu ordum, mənim ordum isə Allahın ordusu və düşmənlərinin ordusu da şeytanın ordusudur. Bizim şiyələr bizimlə dostdular. Bəli, Peyğəmbər buyur, bizim şiyələr biz əhl-i beytlə dostdular. Amma bir kəlmə var ki, Əl-mütəhəbbunə fi məvəddətina. Deyir ki, behişdə bir məqam var ki, bir rütbə var ki, orada yalnız mütəhabbin olanlar orada qərar tapacaq. Mütəhabbin təfaül babına gedibdir. Yəni, qarşılıqlı məhəbbətə deyilir. Yəni, biz əhl-i beyti sevirik. Onlar da bizi şiddətli şəkildə sevir. Qarşılıqlı məhəbbətə mütəhabbin deyirlər. Mütəhabbin. Yəni, iki tərəfli sevgi, qarşılıqlı sevgi. Biz nə qədər əhl-i beytə məhəbbətimizi şiddətli eləsək, bir o qədər onların varlığını hiss edə biləcəyik. Onların varlığına toxuna biləcəyik. Ona görə əhl-i beytin məhəbbəti meyardır. Əhl-i beytin məhəbbəti insanı ali dəyərlərə çatdırır. Həzrət Əli əleyhissalamın bəndəçiliyinə, onun Allaha olan sevgisinə, məhəbbətinə baxanda insan heyrətə gəlir. İnsan öz bəndəçiliyinin nə qədər az olduğunu, nə qədər cılız olduğunu anlayır. Baxın,
Əli əleyhissalam Kufə məscidində ibadət eləyir. Həzrət gedərdi, gecə namazını qılardı, əzan verərdi, münacat oxuyardı. Məruf münacatlarından Kufə məscidində oxuduğu münacat-ı Əmir-əl-Müminin, Əlinin münacatı. Həzrət Əli əleyhissalam o münacatda oxuyur ki, ey mənim Mövlam, ey mənim xaliqim, sənsən xaliq, mən isə məxluq, məxluqa xaliqdən başqa kim rəhm edər? Mövlaya ya Mövla, əntəl əziz və ənəz-zəlil. Həl yərhamul əbdəz-zəlilə illəl-əziz. Ey mənim əziz, izzətli xaliqim, sənsən əziz, mən isə zəlil. Zəlilə izzətdən başqa kim rəhm edər? Və digər münacatlarında, ey mənim Mövlam, ey mənim ağam, sənsən Mövla, mən isə bəndə, bəndiyə Mövladan başqa kim rəhm edər? Və Əli əleyhissalamın ibadəti elə bir ibadət idi ki, bir gün bir nəfər gəlir Həzrəti Əlinin evinə, qapını döyür, Həzrəti Zəhra salamın əleyhə qapını açır. Deyir ki, Zəhracan, Əli Kufə məscidində dünyasını dəyişib. Yəni ölüb. Həzrəti Zəhra təbəssüm eləyir. Deyir ki, o Əlinin hər gün Allahla keçirdiyi bəndəçilik halıdır. Bəli, Əli əleyhissalam Allaha ibadətində o qədər qəşş eləyərdi, ruhu bədənindən çıxardı. Həzrət Əmir-əl-Müminin ibadəti insana, insanın bəndəçiliyinə ruh verir. İnsan onu sevəndə, onun ibadətinə, onun bəndəçiliyinə aşiq olanda insanın özü, öz kimliyi, ruhu dəyişilir. Ona görə Əhl-i Beyti sevmək insan üçün bir kimlikdir. Ona görə bir nəfər Peyğəmbərin yanına gəlir, deyir, ya Peyğəmbər, sualım var. Peyğəmbər buyurur, namazı qılaq, sənin sualına cavab verərəm. Sualını namazdan sonra Peyğəmbərə bu verir. Peyğəmbər deyir, sualın nədir? Deyir, ya Rəsulallah, qiyamət haçan olacaq? Peyğəmbər deyir, qiyamət üçün nə hazırlamısan? Kişi başını sallaşa deyir, ya Rəsulallah, heç nə, əlim boşdur. Elə bir əməl sahibi deyiləm. Amma yaxşı bir şeyim var. Səni və Əhl-i Beytini çox sevirəm. Sizə məhəbbətim çoxdur. Peyğəmbər buyurur ki, kimi sevirsənsə, nəyi sevirsənsə, qiyamət günü onunla məşhur olasın. Bəli, biz Əhl-i Beyti seviriksə, onlara sədaqətliyiksə, qiyamət günü onlarla məşhur olacaq. İnsanın ömrü, həyatı əgər Əhl-i Beytlə zinət tapsa, insan saadət əhli olar, insan xoşbəxt olar. İnsan o sevincinin həddi hüdudu olmaz. Ki, ilahi, mən nə qədər xoşbəxt insanam ki, mənə Əli və övladı Əlinin sevgisini nəsib eləmsən. Bu məhəbbət, bu sevgi hər insana nəsib olmaz. Hər qəlbə əta olunmaz. Ona görə bu sevgi üçün sənə təşəkkür eləyirəm, ilahi. Əhl-i Beyt əleyhissalam Allahın ən böyük nemətidir. Ən böyük nemətidir. Onun üçün Əhl-i Beytə görə Allaha çox şükür eləyək. Gecə-gündüz Allaha çox sağ ol deyək. Şükür səzdəsi eləyək. Deyək, ilahi, çox sağ ol ki, belə bir ali varlıqları sevməyi, onların itaətində olmağı, onların sevgisini mənə nəsib eləmişsən. Bu mənim üçün əl çatılmaz bir neymətdir. Allah bu günü hər birimizə mübarək eləsin. Allah bizi Həzrət Əmir-əl-Müminindən dünya və axirətdə ayrı salmasın. Allah bizi Əlinin zikri ilə məşhur eləsin. Peyğəmbər özü buyurdu, zikru aliyyun ibadə. Əlini zikr eləmək ibadətdir. Bəli, Əli adı elə bir
zikirdir ki, onu zikr eləmək qəlbi nuraniləşdirər. İnsanın qəlbində olan o həmən çirkablığı, o günah ağırlığını yuyar, təmizləyər, aparar. Ona görə Nadu Aliyin məzhərəl əcaib, Əlinin adını zikr eləmək, onu səsləmək qəribəliklər yaradır insan ruhunda. Allah o Əlinin balası Həzrəti İmam Zamanın zuhurun təcil eləsin, onu sağ səlamət eləsin. İnşallah növbəti mövludu tezliklə ağamız, Mövlamız İmam Zamanla keçirməyi bizə nəsib eləsin. Assalamu aleykum və rəhmətullah.